məhsullarla deyil, müştərinin yaşadığı təcrübə ilə rəqabət aparırlar. Onda satışda bir fəlsəfə var. Deyir, müştəri əslində məhsul yox, problem həll alır. Biz əvvəllər müştəriyə zəng edib, biz sizə gəlmək istəyirik, görüş təklif edəndə müştəri buna açıq deməsə də, sanki niyə gəlirsiniz sualı yaranırdı onda. Yəni bir növ demək istədiniz ki, artıq müştərilər bankdan ona qarşı diqqət gözləyirlər, xüsusi individual yanaşma gözləyirlər. Müştəri hekayəsini dinləməkmi vacibdir, yoxsa müştərinin rəqəmləri mi vacibdir? İntuisiyanı göz ardı etməmək lazımdır. Yəni bəzən faktların demədiyini intuisiya bizə deyir. Bir gənc qadın rəhbər olmaq istəyirsə, o ilk növbədə hansı yanlış şeyləri etməməlidir? Bir-birinin alternativi deyil. Hər ikisini eyni anda aparmaq mümkündür. Təbii ki, bəzi qurbanlar olacaq. Salam, hörmətli izləyicilər. İmza Qadın verilişinin növbəti buraxılışı efirdədir. Bugün biz müştəri xidməti, satış, effektiv satış, eyni zamanda korporativ müştərilərin problemləri barəsində danışasıyıq. Bugünkü qonağımız Korporativ Kommersiya, KOS və Pərakəndə Bankçılıq Departamentinin direktoru Könül Mustafayevadır. Könül xanım, necəsiz? Yaxşıyam, çox sağ olun. Siz necəsiz, Ramin müəllim? Könül xanım, ümumiyyətlə siz təcrübənizə görə maşallah strukturunuzda hər sahəni əhatə edən müştərilər var. Müştəri sizcə bankı niyə seçir? Hansı avantajlarına görə bank seçir? İlk növbədə məni buraya dəvət etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Müştəri əslində bank seçmir. Müştəri etibarlı tərəfdaş seçir özünə. Təbii ki, məhsullar, verilən xidmət, tariflər, rəqəmsal həllər müştəri üçün çox vacibdir. Amma günün sonunda müştərinin yadında qalan ona göstərilən münasibətdir. Yəni onun yaşadığı təcrübədir. Ona görə burada ön plana yəqin ki, banka hiss etdiyi etibardır. Və sonra bankın ona yaşatdığı təcrübədir və münasibətdir. Bugün düşünürəm ki, banklar məhsullarla deyil, müştərinin yaşadığı təcrübə ilə rəqabət aparırlar. Aydındır. Bəs ümumiyyətlə banklar bu mövzuda nəyi gözdən qaçırır, nəyi düz eləmir bəlkə də ki, yəni müştərini itirə bilir? Bəzi məqamlar olur ki, banklar daha çox məhsulların və sistemlərin təkmilləşməsinə fokuslanırlar. Halbuki yenə də təkrarlayacağam, müştərinin yaşadığı burada təcrübə çox önəmlidir. Çünki sizin fokuslandığınız məhsul və ya hər hansı bir sistemlər müştərinin bəlkə də bəyənəcəyi və ya çox əlverişli olacağı və ya daha rahat istifadə edəcəyi bir məhsul və ya xidmət olmayacaqdır. Ona görə yenə də əsas fokus da müştərinin özü olmalıdır. Onda satışda bir fəlsəfə var. Deyir, müştəri əslində məhsul yox, problem həll alır. Onda bir növ bu bankın məhsulunu yox, problemini həll edə bilirsə, yəni suallarına, probleminə cavab tapa bilirsə, onda ona fokuslanmış olur da doğru. Bəli, tamamilə doğrudur. Bəs ümumiyyətlə baxın, daha çox sizdə kommersiya KOS kreditlər də var da, düzdür, xüsusən bu sahəni əhatə edir. Sahibkarlar daha çox nəyə diqqət yetirməlidir ki, onun üçün bankın maliyyə xidmətləri əlçatan olsun? Burada daha çox gözləntilərin necə formalaşmasından gedir əslində. Çünki bəzən elə bir məqam olur ki, sahibkar konkret bir ehtiyacı yaranır və o ehtiyac yarandıqda banka müraciət edir. Halbuki əgər daha erkən müraciət etsə, daha erkən bu dialoqu şəffaf bir şəkildə qura bilsə bankla, bank onun biznesini daha yaxşı tanıyacaq və müştərilər üçün daha yaxşı şərait təklif edə biləcəkdir, daha yaxşı həllər təklif edə biləcəkdir. Çünki banklar qayda və prosedurlarla tənzimlənir bildiyimiz kimi. Təbii ki, bəzən müştərinin ehtiyac hiss etdiyi hansısa bir xidməti bank hansısa bir səbəbdən təklif edə bilməyə bilər. Ancaq bu demək deyil ki, bunun həlli yoxdur. Daim bir alternativ həlli vardır. Və burada sahibkarların əgər
bankı dinləsə, bankın tövsiyələrini dinləsə ki, necə bank da müştərisini dinləməyi bacarmalıdır. Ona görə buna qarşılıqlı dialoq deyirəm. Bəli. O dinləyə bilsə, bank da öz tövsiyələrini ona verdikdə onu müsbət qarşılaya bilsə, o zaman məncə daha uğurlu həllər ortaya çıxa biləcək. Çünki nəticə etibarilə həm sahibkarın, həm bankın istədiyi tək bir şey var. O da biznesin uğurlu getməsidir. Aydındır. Siz ümumi neçə ildir karyera təcrübəniz? 25. 25 il. Bax bu 25 ildə yəqin ki, müxtəlif müştəri davranışları görmüsünüz də. Və bu son dönəmdə, məsələn, son 5 il götürün və ya 10 il götürün. Bu dönəmdə sizi ən çox təəccübləndirən müştəri davranışı nə olub? Təəccübləndirən, ancaq bunu təbii bir inkişaf kimi bank və müştərinin arasında təbii münasibət, yəni münasibətlərin inkişafı kimi dəyərləndirirəm mən. Bu da daha çox belə bir misal deyəcəm. Biz əvvəllər müştəriyə zəng edib biz sizə gəlmək istəyirik, görüş təklif edəndə müştəri bunu açıq deməsə də sanki niyə gəlirsiniz sualı yaranırdı onda. Mənə lazım olanda mən onsuz da banka müraciət edirəm, xidmətimi alıram. Ancaq indi elə deyil. İndi müştəri özü gözləyir ki, bank onunla maraqlansın, onun biznesi ilə maraqlansın. Təbii ki, gəliş-gediş olsun və biznesini tanısın bank onun və təbii ki, daha proaktiv bir davranış sərgiləsin. Burada dediyim kimi bu artıq təəccüb nöqtəsi deyil, bu yəqin ki, təbii bir inkişafdır. Yəni banklar və müştərilərin arasında yaranan münasibətlərin təbii gedişat yoludur. Yəni bir növ demək istədiniz ki, artıq müştərilər bankdan ona qarşı diqqət gözləyirlər, xüsusi individual yanaşma gözləyirlər, doğrumu? Bəli. Ki, bunun biznesindən maraqlansın, prosesindən maraqlansın, dəyişikliklə maraqlansın və s. Amma qabaqçı bəli doğru vurğuladınız. Qabaqçı dönəmlərdə ən çox müştəridən hansısa bir xüsusən kredit verdikdən sonra hansısa bir informasiyaları almaq özü qəliz idi ki, mən vaxtında pulunu ödəyirəmsə, mən niyə narahat eləyirsən və s. Müştəri davranışları da bəli, doğrudur, dəyişibdir. Bəs ümumiyyətlə götsək, korporativ müştəri ilə kiçik orta sahibkarlıq subyektləri arasında, müştərilər arasında ən ciddi fərqlər nədir? Bu elə bil müştərilərin xarakteri, xüsusiyyəti ki, bu korporatlarda var, kiçik orta sahibkarlarda yoxdur. Deməli, ortaq cəhəti çoxdur onsuz da. Çünki hər bir müştərinin gözləntisi başda etibar olmaqla təbii keyfiyyətli xidmətdir və keyfiyyətli məhsul əldə etməkdir, doğru məhsulu əldə etməkdir. Ancaq bu həm korporativ, həm fərdi müştərinin arasındakı fərq daha çox onların o gözləntilərinin miqyasındadır. Çünki fərdi müştəri daha çox öz şəxsi ehtiyacları və bugünə məxsus, yəni o ehtiyacların qarşılanmasını gözləyir bankdan. Korporativ müştəri isə bütöv biznes, onun əməkdaşları, onun investisiyaları və uzun müddətli planlarına yönəlik bankdan həllər və bankdan təkliflər gözləyir. İkisinin arasındakı yəqin ki, ən böyük fərq budur. Amma cəmləşdirən məqam da onların, yəni ikisinin də təbii ki, gözləntisi bankın onlara yaxşı xidmət göstərməsidir. Bax, siz departament rəhbəri olaraq sizin üçün hansı daha çox vacibdir? Müştəri haqqında olan rəqəmlər yoxsa individual yanaşmalarmı? Hansı daha vacibdir? Yəni yoxsa biri digərini tamamlayırmı? Müştəri hekayəsini dinləməkmi vacibdir, yoxsa müştərinin rəqəmləri mi vacibdir? Rəqəmlər bizə nəticəni göstərir. Ancaq bunun arxasında müştərinin hekayəsi yatır. Çünki hər bir müştərinin, hər bir firmanın özünün enişli çıxışlı yolları, getdiyi yolu, biznes yolu və bu yolda onun qarşılaşdığı çətinliklər, qarşılaşdığı böyümələr və s. yatır. Ona görə
Hər nə qədər də biz rəqəmlərə arxalansaq da, təbii ki, unutmamalıyıq ki, bunun arxasında bir insan var və bu insanın da bir hekayəsi var. Onun yaratdığı bu hekayədən əslində bu nəticələr əldə edilibdir. Bir növ onların təcrübəsini də biz öyrənmiş olduq da. Biz özümüz də müştəridən öyrəndik, keçdik yol, növbəti qərarlarımızı qəbul eləyəndə bu tipli insanların başına gəlmiş, necə inkişafa getmiş və ya necə uğursuzluğa getmiş hadisələrini, hekayələrini tanıdığımız üçün növbəti qərarlarımızda daha optimal və düzgün qərar verməyimizə təşviq eləyirdi. Yəni bir növ o müştərinin hekayəsini dinləmək demək istəyirik ki, bizim özümüzü də növbəti qərarlarımızda daha real yanaşmamızı dəstəkləyir. Bəli, tamamilə doğrudur. Doğrudur. Bəs ümumilikdə bankçılıqda emosional qərara necə təsir edir sizə? Sizin özünüzdə elədirmi? Heç emosional qərarlar verirsinizmi? Bankçılıq daha çox faktlar, təhlil və daha qaydaları və daha öncə də bildirdiyim prosedurları olan bir yanaşma sərgilədiyindən öz-özlüyündə təbii ki, qərarları emosiyalar vermir. Qərarları verən bu amillərdir. Amma müştərinin gözləntisini anlamaq üçün emosional intellekt vacibdir. Bu emosiyalar əslində qərarlara təsiri deyil də qərarları gücləndirən bir amil olaraq görürəm mən hər zaman. Bəs heç olubmu ki, həyatınızda özünüz məsələn bir qərar vermisiniz, bu ilk öncə emosional kimi görünsün, amma sonra sübut olunsun ki, yox, emosional deyil, yəni haqlı olduğunuz ortaya çıxsın? Bu, yəqin ki, hər bir rəhbərin təcrübəsində olan bir şeydir. Məndə də olmuşdur. Mən buna daha çox emosionaldan çox intuisiya, təcrübədən yola çıxaraq qarşısındakı insanı tanımaqdan, yəni dəyərləndirməyə çalışmaqdan yola çıxış kimi əslində dəyərləndirirəm. Mən də həyatımda komanda üzvlərimlə bağlı da olmuşdur. Düşünürəm ki, bunun nəticəsi də çox müsbət tamamlamışdı. Təbii ki, mən müsbət təcrübələr ola bilər, həm mənfi təcrübələr ola bilər. Amma burada məndə müsbət tamamlandığını deyə bilərəm. İntuisiyanıza çox güvənsiz faktlara? Hər ikisi vacibdir. Ancaq intuisiyanı göz ardı etməmək lazımdır. Yəni bəzən faktların demədiyini intuisiya bizə deyir. İntuisiyada yəni faktlarla sübuta yetirilməlidir də birini. Doğrudur. Amma yetirilmədiyi bir durumlar da ola bilər. O durumlarda artıq o 6-cı hiss dediyimizə əgər güvənirsənsə, oradan irəliləyirsən. Deyilsə, yəni mənim güvəndiyim olubdu və haqlı çıxdığım da olubdu. Ona görə düşünürəm ki, intuisiyanı da göz ardı etmək olmaz. Bəs ümumiyyətlə bax bir gənc qadın rəhbər olmaq istəyirsə, o ilk növbədə hansı yanlış şeyləri etməməlidir ki, bu yanlışlıqları etmək bunun bir növ rəhbər yolunu, qapısını bağlaya bilər? İlk növbədə mən hələ hazır deyiləm düşüncəsindən məncə tamamilə qurtulmalıyıq. Çünki bəzən bizə maneçilik törədən bizim öz şübhələrimizdir. Və etiraf edək ki, bir xanım üçün təbii ki, karyera yolu biraz daha mürəkkəbdir. Onun cəmiyyətin ondan gözləntisi, ailə, övlad, bunlar hamısı bir cəm olaraq bəzən düşündürə bilər ki, hə, mən karyera edə bilmərəm, məndən daha çox başqa bir gözləntilər var. Ancaq düşünürəm ki, bu hər ikisini, yəni bunlar ailə və karyera bir-birinin alternativi deyil. Yəni, hər ikisini eyni anda aparmaq mümkündür. Təbii ki, bəzi qurbanlar olacaqmı? Olacaqdır. Bu hər bir yolda, yəni normaldır belə qurbanların verilməsi. Ancaq burada xanımlara tövsiyəm
məhz o olar ki, işlərinə fokuslandıqlarında mütləq qaydada gələcək planları da düşünsünlər. Sadəcə bu günlə hərəkət etməsinlər. Doğrudan da nə istədiklərini özlərinə, birinci özlərinə o sualın cavabını versinlər. Verdikdən sonra da artıq o yola müəyyən təbii ki, dəstəklərlə davam etsinlər, durmasınlar. Aydındır, təşəkkür edirik. Biz rəhbər vəzifədə qadın olmaq sizi insanları daha yaxşı anlamağa kömək eləyirmi? Yəni siz bunu qadın olduğunuz üçün bunu daha yaxşı başa düşmüsünüz? Bu cinslə deyil, həyat və peşə təcrübəsi ilə bağlı olan bir amildir. Çünki insanları dinləmək, onları anlamaq əsas funksiyalarımızdan biri olmalıdır. Yəni qadınsan da, kişisənsə də. Ancaq qadınlar burada bəlkə biraz daha emosional görsənsə də, yenə verdikləri qərarı təbii ki, həm qurumun maraqları, həm qarşısındakının ehtiyacları doğrultusunda verməlidir. Bəs yaxşı, sizin rəhbərlik üslubunuzu necə ifadə eləmək olar? Siz necə rəhbərsiz özünüzə görə? Mehribansız. Deyim var, deyir ki, əgər tez getmək istəyirsənsə tək get, uzaq getmək istəyirsənsə komanda ilə get. Siz özünüz bəzən bir məsuliyyəti tək başına götürməyi sevirsiniz, yoxsa komanda ilə? Ümumiyyətlə idarə etmə üslubunuz necədir? Tələbkar ana kimi qiymətləndirə bilərəm və çox doğru vurğuladınız. Bütün uğurlar hər zaman komanda ilə birlikdə yaranır. Yəni mən də hər zaman rəhbərliyim boyunca çalışmışam ki, komandaya qulaq asım, komandanın təşəbbüs göstərməsini təşviq edim və heç bir uğur ümumiyyətlə tək gəlmir. Yəni şəxsi uğurlarınız ola bilər ki, sizin uğurlarınız olsun. Yəni şəxsi özünüzə qatdığınız uğurlar sizin uğurlarınızdır. Ancaq rəhbər olaraq aldığınız, əldə etdiyiniz nəticələr təbii ki, komandanın işidir. Və ümumiyyətlə mənə görə rəhbər vəzifə, yəni bir titul deyildir. Yəni bu məsuliyyətdir sadəcə və siz sadəcə komanda üzvlərinizlə bu məsuliyyəti paylaşırsınız. Aydındır. Bəs komandanız sizdən ən çox nə öyrənib? Yəqin ki, onlara daha çox soruşmaq lazımdır. Bu sualı onlar daha yaxşı verər, cavabını verər. Onda bunun izləyiciləri Yapı Kredi Bankın sizin əlaqədə olduğunuz, təmasda olduğunuz, rəhbərlik etdiyiniz işçilər kommentariyada yazardı oradan da ən çox sizə nə öyrədib? Təşəbbüs göstərməyi, düşünməyi. Mənim hər zaman dediyim bir söz var, robot olmayın. Yəni biz sadəcə işi icra etmirik. Bəli. Biz düşünürük, təhlil edirik, nəticələr çıxardırıq və ona görə burada əsas mənim komandama olan inamım, çünki inamla birlikdə o potensial da ortaya çıxır deyə yəni ona inanıram və bu üslubla və bu şəkildə idarə etmənin uğurlu olduğunu hesab edirəm və düşünürəm ki, onlar da məndən bu inam göstərməyi, təşəbbüs göstərməyi, təhlil bacarığını və tələbkar olmağı öyrəniblər. İndi daha çox əməkdaşlarınız, komanda üzvləriniz özləri yazar, əsl nə öyrənibsə, bəlkə də siz onu da bilmirsiniz. Bilmədən sizin öyrətdiyiniz şey çox olub. Amma sualı tərsinə döndərsəm, siz özünüz komandanızdan nə öyrənibsiz? İndividual yanaşma. Rəhbər olmaq istəyən xanımlara ən vacib tövsiyəniz nə ola bilər? Hansı ki, o tövsiyə mütləq ona lazım olasıdır? Özünüzə inanın. Çünki hər şey buradan başlayır. Karyer yoluna başladığımızda hər birimizin müəyyən tərəddüdləri olar. Bacararam, bacarmaram, bu iş mənə görə midir, mənə görə deyilmidir? Ancaq hər şey səbirlə gəlir və bu karyera yolu sprint deyil, bir marafondur. Və bugündən sabaha da heç kim rəhbər olmur. Təbii bunun yolu uzundur və müəyyən qurbanlar tələb edir. Bununla birlikdə də öz dəyərlərinizi itirməyin. Çünki peşəkarlıq sizi müəyyən bir yerə aparacaq, amma orada sizi saxlayan
sizin insanlara verdiyiniz dəyər, qazandığınız hörmətdir. Təşəkkür edirik tövsiyələriniz üçün. Bununla da bizim verilişimiz sona çatdı əziz izləyicilər. Növbəti verilişlərimizdə hansı şəxslərin qonaq olmasını istəyirsinizsə mütləq şərh bölməsində qeyd edin. Eyni zamanda kanala abunə olmağı unutmayın. Növbəti görüşlərdə görüşmək ümidi ilə sağ olun.